Dövlət başçısının sərəncamına uyğun olaraq özünü məşğulluq proqramının icrasına başlanılıb. Artıq regionlarda 79 ailəyə öz fərdi təsərrüfatlarını, bizneslərini qurmaq üçün imkan yaradılıb. Yaxın günlərdə daha onlarla ailə bundan yararlanacaq. Yusif Rüstəmovun 27 yaşı var. O da Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq hazırlanan özünə məşğulluq proqramı çərçivəsində təlimlərdə fəal iştirak edən kiçik sahibkarlardandır. Yusif deyir ki, uzun müddətdir ki, reklamçılıq və poliqrafiyanın hazırlanması işi ilə məşğul olur. İşlərin daha da genişləndirilməsi məqsədi ilə proqrama qoşulub. Arzusu isə fəaliyyətini genişləndirməklə yanaşı, həm də yeni iş yerlərinin açılmasına töhfə verməkdir. Bu layihənin bizə çox böyük köməyi oldu. Yəni gələcəkdə bu işimizi genişləndirməsi üçün biraz da bizə təkan verdi. Ondan sonra bizim işimiz genişləndikcə də yəni biz əlavə işçilər cəlb eləyəcəyik işə, yəni əlavə işçilər olacaq. Bu da yəni müəyyən dərəcədə işsizliyin aradan qaldırması üçün kömək olacaq. Yusif Rüstəmov kimi özünə məşğulluq proqramında iştirak etmək üçün müraciət edən iştirakçılardan daha 1788 nəfəri kursları uğurla başa vurub. Onların hazırladıkları biznes planların qiymətləndirilməsi, biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında obyektiv və tam şəffaf şəraitə keçirilib. Qiymətləndirmədə kursları bitirənlərdən 80%-nin biznes planları müsbət dəyərləndirilib. Kiçik sahibkarlar üçün dövlət tərəfindən göstərilən bir qayğıdır və bunu yüksək qiymətləndiririk. Eyni zamanda sosial tərəfdən də yeni iş yerlərinin açılması, və istehsalın, biznesin genişləndirməsi üçün böyük bir addımdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun sözlərinə görə bu məqsədlə son günlər regionlarda artıq 79 ailəyə öz fərdi təsərrüfatlarını, bizneslərini yaratmaq üçün mal və materiallar təqdim olunub. Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı rayonlarından 2 aylıq kurslara cəlb olunan 122 nəfərdən isə 94-ünün biznes planları müsbət dəyərləndirilib. Yaxın günlərdə onlara da ailə bizneslərini qurmaları üçün aktivlər alınıb veriləcək. Hazırda proses davam edir. Artıq 79 ailə, deməli 7 rayon üzrə bu prosesdə iştirak edib, öz mal materiallarını əldə ediblər, öz ilkin kiçik ailə biznesini qurmağa başlayıblar. Bu proses bir il ərzində məşğulluq mərkəzləri tərəfindən nəzarətdə saxlanılacaq, monitorinq aparılacaq və əgər bir ildən sonra həmin ailə tərəfindən ailə biznesi normal həyata keçirilirsə, biznes planına uyğun həyata keçirilirsə, bunun effekti varsa, o mal materiallar həmin ailələrə bağışlanılır və proses davam etdirilir. Lazım gələndə onlar yenə məşğulluq mərkəzinə müraciət edə bilərlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov Sumqayıt şəhərində özünə məşğulluq proqramında iştirak edən bir qrup sahibkarın təklifləri ilə də tanış oldu. Diqqətə çatdırıldı ki, bu cür layihələr də daxil olmaqla ümumilikdə 2016-cı il Nazirliyin məşğulluq orqanları tərəfindən 56.631 nəfər münasib işlə təmin olunub. Tural Qurbanov.